Diqqətlə qulaq asın, fikriniz burada olsun. İlk öncə bizə reaksiya verilibsə, reaksiyanın tənliyini yazırıq. Misal üçün, mis2 oksidin amonyak ilə reaksiyası verilsin. Mis2 oksidin amonyak ilə reaksiyasından alınır mis, azot və su. Siz ilk öncə burada elementlərin oksidləşmə dərəcələrini yazmalısınız. Deyirik ki, oksigen burada -2-dir, onda müsbət 2-dir. Hidrogenimiz müsbət 1-dir, azotumuz -3-dür. Misimiz 0-dır, azotumuz 0-dır. Niyə? Çünki bəsit haldadılar. Suyumuzda oksigenimiz -2-dirsə, hidrogenimiz müsbət 1-dir. Yəni, mən sxemi yazdım, oksidləşmə dərəcələrini qoydum. Daha sonra oksidləşdirici və reduks edici elementlərimizi müəyyən edirik. Baxın, burada yazıram. Oksidləşdirici və reduks edici maddələrimizi müəyyən edirik. Sonra rəngini dəyişim tezdən. Siz mənə deyin görüm. Oksidləşdiricimiz hansıdır burada? Oksidləşdiricimiz oksidləşmə dərəcəsi azalandır. Oksidləşmə dərəcəsi azalanımız misdir. Mis müsbət 2-dən gəlib neçəyə? 0-a. Deməli, nə olubdur? 2 elektron qəbul eləyibdir. Reduks edicimiz isə bizim azotumuzdur. -3-dən gəlibdir neçəyə? 0-a. 0-a. Amma burada bir şeyə fikir verin. Azotdan neçə dənədir? 2 dənədir. Ona görə bunun qarşısına 2 yazın. -3-dən 0-a gələndə 3 dənə elektron neynəməlidir? Verməlidir. Amma burada 2 dənə element var deyə yazıram 2 vurulsun 3. Elektron verməlidir. Qısaca burada yazsaq, misə düşəcək 2, çünki 2 elektron qəbul elədi. Azotun qarşısına isə yazacam 6. Daha sonra 2 ilə 6 ixtisar olunur deyə ixtisar eləyəcəm. Bura qalacaq 1, bura qalacaq 3. 1-3-ü yazdıqdan sonra, baxın, 1-3-ü yazdıqdan sonra yenə xətti qoyuram, yerlərini çarpaz olaraq dəyişirəm. Yəni 3 gəlir misin qabağına, 1 gedir azotun qabağına. Və nəticə olaraq mən bilirəm ki, 3 misin əmsalına düşür. Burada da misdən bir dənə donsuz, burada da bir dənə misdir. Yazdım. Azot qazının qabağına 1 düşəcək. Azot qazının qabağına 1 düşdükdə azotun sayı 2-dir deyə NH3-ün qabağına 2 düşür. Hidrogenimin sayı 6 oldu deyə suyun da qabağına 3 düşür. Və reaksiyamız əmsallaşdı. Aydın oldumu? Bir də baxaq görək. Sağ tərəfdə misdən 3 dənə, sol tərəfdə 3 dənə, sağ tərəfdə oksigen 3, sol tərəf 3. Sağ tərəf hidrogen 6, sol tərəf 6. Azotlardan da hərəsindən 2 dənədir. Deməli, mən bu reaksiyanı əmsallaşdırdım. Deməli, biz demək olar ki, əsas reaksiyaların çoxunda aldığımız əmsalları məhsulların qarşısında yazırıq. Amma elə oksidləşmə reduksiya reaksiyaları var ki, bu zaman qarşısında yazmaq mümkün olmur. Onda tapılan əmsal başlanğıc maddələrin qarşısında yazılır. Deyəcəksiniz ki, müəllimə, biz bunu hardan bilək? Onu hələ ki qaydası kəşf olunmayıbdı. Məhsulun qarşısına yazanda gördün ki, alınmır, tez əvvəlindəkinə yaz. Amma ən birinci məhsulun qarşısına yazın həmişə. Böyük, yəni 90% reaksiyalarda məhsula yazılır. 10% reaksiyamız da istisna halımızdır. Alınmasa yazın əvvələ. Aydın oldu? Yəni, belə bir reaksiya desək, misal üçün yazıram manqan SO4, üstə gəlinsin, qurğuşun 4 oksid, üstə gəlinsin nitrat turşusu, böyük bir reaksiya yazdıq burada, qurğuşun nitrat. Üstə gəlinsin qurğuşun sulfat, üstə gəlinsin manqan 4, üstə gəlinsin su. Burada oksidləşmə dərəcəsini dəyişən, mən sadəcə oksidləşmə dərəcəsini dəyişənləri deyirəm. Manqandır ki, müsbət 2-dən gəlib müsbət 7-yə. Deməli, manqan müsbət 2-dən gəlib müsbət 7-yə. Onda manqanın qarşısına 5 yazılacaq. Bir də bizim burada oksidləşmə dərəcəsimizi dəyişən qurğuşundur ki, müsbət 4-dən müsbət 2-yə gəlib. Qurğuşunun qabağına da müsbət 4, müsbət 2 yazsam.
4 ilə 2 arasındakı ədəd oxunda fərq 2-dir. 5 ilə 2 də ixtisar olunmur deyə birbaşa 2-ni gətirirəm manqanın qabağına, 5-i isə gətirirəm qurğuşunun qabağına. Bu zaman burada olan 5-i sən bilməyəcəksən qurğuşun nitratın qabağına yazasan, yoxsa qurğuşun sulfatın qabağına yazasan. Yəni oksidləşmə dərəcəsi bunu əslində bu cür də yadda saxlaya bilərsiniz. Deyərsiniz ki, bu reaksiyada bizim qurğuşunumuz 2 müxtəlif maddənin tərkibində oksidləşmə dərəcəsini dəyişibdir. Əgər belə bir hal olduqda, yəni 2 müxtəlif maddənin tərkibində məhsulda oksidləşmə dərəcəsini dəyişirsə, bu zaman onda mən məhsulun qabağına yox, başlanğıc maddənin qabağına yazıram. Niyə? Çünki qurğuşun nitratında qabağında oksidləşmə dərəcəsini dəyişibdir. Qurğuşun sulfatda da dəyişibdir. Sən müəyyən edə bilməzsən hansının qarşısına yazasan. Ona görə yazaram əvvələ. Gətirib yazaram qurğuşun 4 oksidin qabağına. Qurğuşun 4 oksidin qarşısına yazdımsa, indi davamında da manqanların qabağına 2-lərini atarım. Manqanlar onsuz da hər tərəfdə 2 dənədir. Sonra manqanların qabağına 2 atanda kükürdün sayı 2 olacaq deyə qurğuşun SO4-ün qabağına avtomatik 2 atıram. Onda qurğuşun nitratın qabağına 3 atacam. Nitrat turşusuna da 3-ü 2-yə vuranda 6 eləyir deyə 6 atmalıyam. 6 dənə hidrogenin ikisi H manqan O4-dədir deyə 4 dənə qalır. 4 dənə olması üçün də suyun qabağına 2 atıram. Və sonda isə yoxlayıram sağ ilə sol bir-birinə bərabərdirmi, ya yox. Aydın oldumu? Aydın oldusa, gəlin istisna reaksiyalardan olan bizim kəsrlə alınan reaksiyamız var. Ona baxaq. Kəsrlə alınan reaksiyamızı necə edəcəyik? Bizim kəsrlə alınan reaksiyamız dəmir 3O4-ün alüminium ilə reaksiyası, yəni termit qaynaq reaksiyasıdır. İndi oksidlər dərsini keçəndə deyəcəyik, dəmir 3O4-ümüz qarışıq oksiddir deyə tərkibində həm dəmir 2 oksidi saxlayır, həm dəmir 3 oksidi saxlayır və bu da qarışıq oksiddirlər deyə kəsrlə alınır oksidləşmə dərəcəsi. Reaksiyanı yazdıqda belə yazırıq. Dəmir 3O4 üstə gəlinsin. Alüminium. Buradan da alınır dəmir üstə gəlinsin. Nə? Alüminium 2O3. Oksidləşmə dərəcələrini yazsam, alüminiumun qarşısına 0, dəmirin qarşısına 0. Alüminium 2O3-də müsbət 3, mənfi 2. Dəmir 2O4-də mənfi 2 yazsam, dəmirin oksidləşmə dərəcəsi 8/3 olur. Burada dəmirin deməli, biz oksidləşmə dərəcəsini 3/8 götürürük. Bəs deyirsiniz, bunu necə əmsallaşdırırıq? Sayına görə. Deyirsən ki, dəmirin bir dənəsi 3/8-dən gəlibdir dəmir 0-a. Amma bizim burada dəmirdən neçə dənə varımızdır? 3 dənəmiz var. 3-ü 3/8-ə vuranda 8 eləyəcək deyə işimiz asanlaşır. Yazırsan ki, 3 dənə dəmir 3/8-dən 0-a gəlib. 3/8-i də 3-ə vuranda nəticədə dəmirin qarşısına elə 8 qalır. Alüminiumum isə 0-dan 2 dənəsi gəlib alüminium 3-ə. 2-ni də 3-ə vuranda 6-dır. 8 ilə 6-nı da ixtisar eləyəndə bura 4, bura 3. Yerlərini dəyişəndə yuxarıya 3, aşağıya 4 düşür. Çarpaz dəyişirəm. Deməli, dəmirin qabağına 3 atacam. Burada da alüminiumun qabağına da 4 atmalıyam. Onda alüminium 2O3-ün qabağına 2 atıram. Nəysə düz əmsallaşdırmadım deyəsən. Dəmirin qabağına 3 atdım. Bir dəqiqə. Bir dəqiqə. Nə oldu buna? Mən səhv yerə atdım. Dəmir 3O4-ə atacam deməli. Bura 3-ü. Bu tərəf atanda çünki alınmır. Əvvəl atıram. Alüminiumun qabağına 4 atmalıyam deyə. 4-ü atıram bura. Nəticədə 4, 2-ni 8, 8 atıram bura. 3 üçün 9, dəmirin də qabağına 9 atıram və reaksiya əmsallaşır. Daha sonra bunları dedik. Baxın, bu reaksiyada
məhsulun da qarşısını atdım, başlanğıc tərəfə də atdım. Biraz artıq bu oksidləşmə reduksiya reaksiyalarının əmsallaşdırılmasında, necə deyərlər, məntiq işlətməlisiniz. Biraz məntiq işlətməlisiniz ki, nəyi necə edək, bu düzəlsin. Aydın oldu? Bunları dedikdən sonra bizim bir də reaksiyamızda oksidləşdirici və reduksiya edicimiz eyni element ola bilər. Misal üçün, deyirik ki, H2S plus SO2 alınır burdan kükürdür və su. Düzdür? Burada kükürdün biri -2-dən 0-a gəlib, biri isə -4-dən 0-a gəlib. Kükürdün qabağına -2-dən 0 yazanda qalır bura 2. Bir də kükürd -4-dən 0-a gəlibsə, burada isə qarşısına düşür 4. İxtisar eləyəndə 1-in 2-yə, yerini dəyişəndə yuxarıya 2, aşağıya 1. Düzdür? Deməli, oksidləşmə dərəcəsi -2 olanın qabağına 2 atacam. -4 olanın qabağına 1 atacam. Sonra da əmsallaşdırırsan. 2H2S S-dirsə, 3 dənə S bura düşür. Suyun da qabağına 2 atıram və əmsallaşır. Deməli, oksidləşmə dərəcəsinə görə baxacaqsınız ki, burada reduksiya edicinin qabağına nə düşür, oksidləşdiricinin qabağına nə düşür. Bu qədər reaksiyaları dedikdən sonra ümid edirəm ki, özünüz üçün qeydiyyat aparıb, öyrənməyə çalışdınız. İndi mən sizə bir neçə reaksiya yazıram və sizlərdən bunun əmsallaşdırılmasını istəyirəm. Birincisi, mis plus sulfat turşusu. Qatısıdır, qatısını da yazım da, ya da yazmayın, beyniniz qarışmasın. Bilən biləcəksiniz. Buradan alınır mis SO4, SO2 və su. Bu reaksiyanı daha sonra kalsiyum plus H2SO4 alınır buradan da kalsiyum SO4 plus H2S plus su. Yazıb atın. Gözləyirəm, sonra özüm izah eləyəcəm. Baxaq. Deməli, birinci üçün deyirik ki, birincini baxın, buradan yazıram aşağıdan. Deyirik ki, misimiz 0-dan gəlir mis -2-yə. Kükürdümüz isə -6-dan gəlir -4-ə. Digərləri oksidləşmə dərəcələrini dəyişmir deyə yazmıram. 0-dan -2-yə gələndə 2 dənə dəyişmə var. -6-dan -4-ə gələndə də yenə 2 dənə dəyişmə var. 2 ilə 2-dir deyə ixtisar edirəm, 1-1 qalır. Deməli, mən o zaman bilirəm ki, SO2-nin də qabağına 1 düşür, mis sulfatının da qabağına 1 düşür. 1, 1. 1 misdirsə, burada 1 düşür. Kükürdümün sayı baxın, biri buradadır, biri buradadır. Neçə dənə eləyir? 2 dənə. Deməli, sulfat turşusunun qabağına 2-dir. Hidrogenin sayına baxıram. 2 vur 2, 4. 4 dənə hidrogen olsun deyə suyun da qabağına 2 atıram. Və reaksiya əmsallaşdı. İkinci reaksiyada kalsiyum 0-dır. Burada -2-dir. Burada -6-dır. Burada -6-dır. Dəyişmir. Burada isə -2-yə gəlir. Deməli, kalsiyum 0-dan gəlir -2-yə. Kükürdü isə -6-dan gəlir. Kükürd -2-yə. 0-dan 2-yə 2 dənə, -6-dan -2 arasında neçə ədəd var? 8 dənə. 2 ilə 8-i ixtisar eləyəndə 1, 4. Yerlərini dəyişəndə kalsiyumun qabağına 4, kükürdün qabağına 1 düşür. Kalsiyumun qabağına 4-lərini yazıram. H2S-in qabağına 1 yazıram. O zaman sulfat turşusunun qabağına 5 düşür. Suyun da qabağına qalacaq 4. Və reaksiya əmsallaşacaq. Ümid edirəm ki, hər kəsə aydın oldu bunlar.